2024-cü ilin qəbul sualı olacaq. 31-ci sualda qeyd olunur ki, A məntəqəsi 30 dərəcə şərq uzunluğunda yerləşir. Əvvəlcə gəlin biz qeyd eləyək 30 dərəcə şərq uzunluğu. Bu məntəqə ilə Günəşin ildə bir dəfə zenitdə olduğu enlik. Günəş bilirik ki, ildə bir dəfə zenitdə olur şimal yarımkürəsində 23,5 şimal tropikində və bir dəfə də zenitdə olur 23,5 cənub tropikində. Qeyd olunur ki, ən qısa məsafə 4773 kilometrdir. Kilometri dərəcəyə çevirmək üçün 1 dərəcəlik meridian qövsünün uzunluğu 111-dir və 4773-ü bölməliyik 111-ə eləyəcək 43. Deməli, və deyir A məntəqəsi bu enlikdən cənubda yerləşir. Cənubda yerləşdiyinə görə 43-dən 23,5-in çıxsaq eləyəcək 19,5. Və bizə deyir ki, yəni bildik ki, A məntəqəsi yerləşir 30 dərəcə şərq uzunluğunda və 19,5 cənub enliyində. Bizə A məntəqəsinə uyğun olan xüsusiyyətlər müəyyən etməyimizi istəyir. Dünyanın ən isti materikində, yəni Afrika materikinə düşür, düzdür. Şərq istiqamətdə axan çay hövzəsinə uyğun gəlir. Bəli, Zambezi çay hövzəsinə uyğun gəlir. 22 dekabr tarixində Günəşin zenitdə olduğu vəziyyət müşahidə olunmur. Təbii ki, müşahidə olunmur. Çünki 22 dekabrda Günəş zenitdə olur 23,5 cənub tropikində. Amma bizdə A məntəqəsi yerləşir 19,5 cənub enliyində. 1 də doğrudur, 2 də doğrudur. Coğrafi koordinatları 23,5 şimal enliyi, 30 dərəcə şərq uzunluğudur, səhvdir. Dedik ki, 19,5 cənub enliyi, 30 dərəcə şərq uzunluğudur, 3 yanlışdır. 3 olan variantlarımızı çıxırıq. London şəhəri ilə yerli vaxt fərqi 2 saatdır. London şəhəri 0 dərəcəli meridiyanda yerləşir. 0 dərəcəli 30 dərəcə arasında fərq 30-dur və 30-u bölməliyik 15-ə eləyəcək 2 saat. Qütb ulduzu müşahidə edilir, səhvdir. Qütb ulduzu şimal yarımkürəsində müşahidə edilir, amma A məntəqəsi cənub yarımkürəsində yerləşir, 5-də səhvdir. Şimal mülayim işıqlanma qurşağının cənub sərhədində yerləşir, səhvdir. Şimal mülayim işıqlanma qurşağının cənub sərhədi 23,5 cənub tropikidir. Doğru cavabımız olacaq 1, 2 və 4 D.